Bunda barmaqlarımı qırdılar. 3 dəfə kəlpətini saldılar bu dırnağıma. O kömür peşləri vardı, məktəblərə qoyub baxı ilə bir peçidir. Qollarımdan tutdular, mənim əllərimi düzəltdilər peçi. Tutdular, saxladılar peşdə belə, əlimi təmiz yandırdılar içini. Dedilər, görüm, indi çala biləssənmi Qarabağ şikəstəsin? Biri əyağımdan, biri də buradan belə zənə tutub məni bir dağdan tulladılar. Dəmir qapı idi, yalayırdıq sudan yerə, suya görə. Divar da yeməyimiz idi bizim. Mən Xocalıda doğulmuşam, 1968-ci il təvəllüdəm. Xocalıda doğulmuşam, orada oxumuşam, orada böyümüşəm. Yəni, Xocalı elə strateji mövqeyi elə idi ki, Xocalı həmi dağ kimi dağ idi, aran kimi aran, şəhər kimi şəhər, kənd kimi kənd, hər tərəfli. Yəni, həmi bulaqları, həmi düzəngahları, həmi çox gözəl bir yerdir. İndi hər bir insana doğulduğu yer məlum məsələdir ki, ən gözəl yer oradır. Amma belə oturub dərindən fikirləşəndə Xocalı hər tərəfli gözəl bir yer idi. Həm də Dağlıq Qarabağı ortadan bölürdü. Dağlıq Qarabağda kim hansı rayona getmək istəsə, o 5 rayon Dağlıq Qarabağ Xocalının içindən mütləq keçməli idi. Ona görə Xocalı həmişə erməninin diqqət mərkəzində olub ki, Xocalını nə vaxt ələ keçsin. Həm orada əmilərim, üç əmim, əmim uşaqları, xalalarım, xalam uşaqları, dayım uşaqları çoxudur. Yəni, Xocalı köklü nəsil idi orada, biz çox köklü. Mən bunun canlı şahidiyəm, ermənilər də istəmirdi bu haqq hesabı. Ermənilərin özləri də istəmirdi bu haqq hesabı, heç gözləmirdi. Əksəriyyət orada yaşayan, Dağlıq Qarabağda yaşayan ermənilərdən gedir söhbət. Bu işin təməlini qoyan İrəvandan olan ermənilərdir. Oradan gəlib. Onların özdə hətta onların danışıq tərzlərində də fərq vardı. Qarabağ ermənilərinin, İrəvan ermənilərinin, həm də onlar bir-birlərini istəmirdilər. Bu tarixən həmişə belə olur. Onlar gəldilər, ixtişaşı yaratdılar, Zori Balayan kimiləri, Melkonyan kimiləri gəldilər, ixtişaşı yaratdılar, insanları bir-birinin üzünə qoydular. Axırı onları da məcbur elədilər ki, bizə düşmən olsunlar, qatı düşmən kəsildilər. O vaxtı Sovetin qoşunu ilə bir yerdə gəldilər, Xocalıların hamısından silahları yığdılar, apardılar. O silahlar erməniyə verildi hamısı o vaxtlar. Xocalı tam silahsız qalmışdı. Son, axır o 5-6 ayı Xocalı başladı, orada özünü müdafiə batalyonu yarandı. O vaxtı dövlətdən az bir miqdarda avtomat silahları verildi, amma biz özümüz gedib Ruslardan alırdıq hətta. Ruslardan silahlar aldıq ki, özümüzü qorumaq üçün, amma mərmimiz çatmırdı ona. Erməni pulemyotla bizə atəş açanda biz quş tüfəngi aldıq. Erməni keçdi topa, raketlərinə keçəndə bizə avtomat gəldi. Yəni, bilirsiniz, erməni bütün o 366-cı alayın nə qədər silahları vardısa, onun hamısından istifadə edirdi. Bizdə də heç nə yox, o vaxtki iqtidar heç bir kömək eləmirdi. Yəni, cəmaat öz gücünə bir təhər nəsə alırdı, yaradırdı ki, heç olmasa qoruyaq da, özümüzü qoruyaq, vətənimizi qoruyaq. Amma alınmırdı, çünki biz hara bir güllə atırdıq, sonra minamyotla vururdular. Tankla, topla vururdular oranı. Xocalılar fakt bilirdilər ki, erməni hazırlanır Xocalıya qarşı. Amma o vaxt ki, iqtidar bizi tam arxaya salırdı. Biz çalışırdıq ki, ailəmizi oradan çıxardaq. Qoyaq Ağdamda, Bərdədə, harada olsa, qohum-əqrəbə vardı da onların evində. Amma durmurdular. Gəlir də qonaq bir gün olar, 5 gün olar, aylarla qonaq olmur axı. Biz həmin günü görürdük, ermənilər dağlara maşınlarla çıxır. İşıqlarını görürdük. Saat 6-7 tərəfəsində. Amma bilmirdik ki, məsələ həmin günü olacaq. Saat 11-in yarısı olardı. Oturmuşduq evdə yoldaşımla. Qəflətən
eyni vaxtda hər tərəfdən bir komanda ilə atəş başladı. Raketlər, onun ardınca toplar, onlardan sonra tanklar. Biz məcbur olduq, evdən çıxdıq, əmimgil tərəfə gəldik. Orada küçə döyüşləri başladı. Məcburən götürdük, gəldik. Xocalının ayağında Qarqar çayından Kətik meşəsinə çıxmağa. Çünki bizim ayrı çıxış yolumuz yoxdur. Ancaq o dağa çıxmalıyıq, Ağdam istiqamətinə. Çıxdıq, orada çaydan insanları keçirmək lazım oldu. Biz keçirdik. Mən o qədər hətta insan keçirmişdim ki, rəhmətlik Səadət gəlirdim onu götürməyə, mənə deyirdi, bunu da apar, bunu da apar, bunu da apar. Elə lap axıra elə o həmin qrupanın içində Səadət qalmışdı. Mən onu götürüb çayın o birüzünə keçirəndə belə düşündüm ki, bu çayın o sahilə düşdüm, mən də sonra çıxım da. O əlini belə qoyub çiynimdən düşəndə mən o qədər güc qalmamışdı ki, məndə taqətim qalmamışdı. Mən yıxıldım çaya. Özüm, məsələn, bizdə Xocalının çayı bilirsiniz necə gəlirdi. Xocalının çayı gələndə aralıdan baxan, 200 metrlikdən baxanda qorxurdu insanlar. O cürə çay daşırdı. Amma biz o çayda çimirdik. Buramdan olan çaydan mən çıxa bilmirdim, nətər yorulmuşdumsa. Səadət kömək elədi, əlini uzatdı. Çıxdım oradan. Bir xeyli uzandım. Qarın üstündəki biraz nəfəsim düzəlsin. Cavanlıq idi da. Durduq orada. Meşələrdə insanlar biri marozdan donur ölür, biri yeriyə bilmir, biri ürək partlayır, birinə güllə dəyir. Ermənilər həmin ərazini bilirlər ki, Xocalılar oradan çıxar. Pusqu qruplar gözləyirlər ki, çıxanda insanları qırsınlar. Biz gəldik Əsgəran üstünə tərəf, dağın döşünə qədər çatdıq. Orada mən bir oğlanla bir təpə vardı. O təpənin üstünə çıxıb, heç olmasa bir tərəfdən erməni qarşısını almaq istədik. Mən Səadətə dedim, sən cəmaatla get, biz arxadan gəlib çatdıracağıq da, buradan qabağa kəsək heç olmasa. Orada ta qabaqdan Ağdam Şirli kəndindən qarşılayırlar insanları. Qarşılayacaqlar. Hələ bir məsafə var, bilmirəm, indi 2 kilometr, 3 kilometr belə məsafə var. Bunlar getdi, biz də çıxdıq təpənin başına. Oradan aram-sıra atışa gəldim. Mən çıxdım Ağdam Şirli kəndinə, gəldim ki, Səadət yoxdur cəmaatın içində. Orada mənə dedilər ki, və qaldı orada, gələ bilmədi. Mən bir də oradan qayıtdım geri, həmin o məsafəni. Qayıtdım, gəldim, bir dərənin dibində qoymuşduq, elə orada da tapdım. Harada qoymuşduq, orada tapdım. Yanında da bir 12-13 nəfər adam olar. Qadın, uşaq damısı. Bunları da götürdüm, da atışma lap güclənib. Bayaqki kimi deyil. Çünki cəmaatın hardan keçdiyini tam bilirlər. Oralar kəsirlər. Bunları götürdüm. Təsəvvür edirsiniz, elə yerlər var ki, orada ayaq üstə yox, ancaq sürünmək lazımdır. Sürünə bilmirlər, gücləri çatmır. Mən əskəriyim də mənim quru qoşunlarında olub Almaniyada bütün taktikaları bilirdim də. Çönürdüm, yomalanırdım, deyirdim mənim kimi yomalana gəlin. Gəlirdilər, çatırdılar mənə, sonra mən bir də başlayırdım. Belə-belə onları düz gətirdim, haradasa Qaraqayının altına qədər. Bizimkilər görsənir. Bizimkilər qurdu, postlar görsənir. Orada padron da qutardı, qaldıq orada. Nə qədər adamlar gəldi, keçdi. Səadətə orada məndən arxada Səadət uzanıb, ondan arxada cəmaatlar. Sonra Səlim adında bir oğlan var, o uzanır. Səlimə dedim, Səlimə, padron qutardı, sən də gör qalıbsa, yavaş-yavaş at, bir-bir at, çıxaq. Dedi ki, məndə də qalmadı. Məndə də bir pranjilet vardı. Pranjiletin cibinə həmişə cürbəcür silahların, mərmilərini qoyurdum.
7.62, 5.45, pulemyot, snayper, pistolet hamısından saxlayırdım ki, ola bilər ki, hardasa lazım olar da. Dedim, Səlim, nədir avtomat dedi, 7.62, dedim, gətirirəm sənə, patron gətirirəm. Söndüm buna tərəf gedəndə, bu da avtomatı qoyub sinəsinin üstünə ki, darağı çıxarsın. Aralıdan vurdular snayperlə, avtomat əlindən uçdu getdi. Dedi, gətirmə. Avtomat sıradan çıxdı. Qayıtdım geri, uzandıq orada. Bir dənə quş tüfəngi var, o da Səadətin əlində idi. Quş əllə bunu götürdüm. Əlimdə saxladım ki, ermənisi çıxsa atım da. Birdən qabağımda bir erməni durdu. Durdu, istədim bunu atam, çıqqıldadı, açılmadı. Demək, su dolub içinə, o da parçadan olur, barıtdan qırma istanıb atmadı. Səadətin çığırtısını eşitdim, söndüm, baxdım, gördüm başım belə qaldı, üzümə baxır. Dedim, nə olub? Heç nə cavab vermədi mənə. Yaxınlaşdım buna tərəf, dedim, biraz çəkim özümə tərəf, qabağa. Əlim belə böyrünə saldım, belə çəkəndə gördüm, əlim sindi. Və baxdım ki, qandı. Böyründən buradan dəyib güllə. Məsələn, orada gözümün içinə baxa-baxa, biz danışmadan elə şəhid oldu. Ondan sonra çox adamlar gəldi, keçdi. Mənə nə qədər elədilər, keçmədim. Dedim, mənim iki yolum var. Ya ölmək, burada qalmaq, ya da ki, bunu meydin çıxartmaq. Onsuz da mən də ölmüş kimi bir insanım. Yaşamağıma nəyə lazımdır ki? Məsələn, qaldım orada axıra qədər. Axırda vaxt gördüm ki, hər tərəfdən bizi mühasirəyə aldı ermənilər, yaxınlaşıb. Hətta mən orada durdum, erməniləri də söydüm. Cümdüm birinə tərəf gedəndə o qaçdı, məni arxadan vurdular. Avtomatın qundağı ilə yıxıldım. Orada məni yerdə döydülər, sonra götdülər, hamımızı götdülər. Apardılar. Həmin o Qarqar çayının içində bizi saxladılar, uzatdılar çayın içinə. Oradan da apardılar Əsgərənin milis şöbəsinə. Və həyatımın demək olar ki, Səadətdən sonra ikinci acınacaqlı günlərə başladı. Birinci gün çatandan biraz sonra məni gətirə saldı bir kameraya. Orada ermənilər yığışıb belə, hamısının əlində stol qılçaları. O vaxtı Ağdamdan qırat raketi ilə atanda düşüb Əsgərənin polis şöbəsinin ikinci etajına, ora darmadağın olub, orada stolların qılçalarını götürüblər bizi döymək üçün. Onda birinci udarı buramdan vurdular, bu yara hələ işləyir. Əlimi vururam, bu saatda işləyir də. Birinci udar buradan dəydi, şum getdi. Yıxıldım, bir vaxt oyandım ki, məni saldılar ayrı bir kameraya, bədənim işləmir, yoxdur, heç bir bədəndə işləmir, qırıqlar hər yeri. Gecəni yenə gəldilər, bir dəfə döydülər, ikinci dəfə səhərə yaxın, yəni postlarda ismini dəyişən ermənilər birbaşa ora gəlirdilər. Ondan bir-iki gün sonra yanımızda uşaqları çıxardırdılar, güllələyirdilər, nə bilim, orada ölən olurdu, gəlib aparırdılar, bilmirik, hara aparırdılar. O vaxtı Ağdam Xalq Cəbhəsinin sədri, milli qəhrəman Allahverdi Bağırovun köməkliyi ilə nə qədər insanlar dəyişildi. Oranın Xalq Cəbhəsinin sədri bir Talib vardı, onunla Allahverdi Bağırov bir komandada futbol oynamışdılar. Onun hesabına dəyişilənlər oldu, amma da mənim adım ölülərin siyasında gəlmişdi ki, ölübdür. 2-3 gün belə müddət içində mən kitara salan olmağımı bildilər. Üzümə dedilər, kitara salan pulemyotçu, amma mən pulemyotçu olmamışam da. Onda barmaqlarımı qırdılar. Bu dırnağımı çıxartdılar, əllərimin içini vurdular, yıxıldım
qaz peçinin üstünə peç açdı. Mənə dirəndilər ki, peçi düzəlt. Peçdə qıpqırmızı yanan peçdir də, dəmir. Bu qalınlıqda dəmir peçdir. O kömür peçləri vardı, məktəblərə qoyub bax elə bir peçdir. Mən bir dənə üzr mayka qalmışdı əynimdə. Onda bir tərəfi cırılıb çıxmışdı, bir tərəfi dururdu belə, sallanırdı. Əllərimi qırdıqlarına görə əlimi tuta bilmirəm. Buradan saldım, belə maykanı cırdım ki, əlimə keçirim peçi düzəltməyə. Onlar maykanı əlimdən aldılar, qollarımdan tutdular, mənim əllərimlə düzəltdilər peçi. Sonra da peç düzələndən sonra tutdular, saxladılar peçdə belə, əlimi təmiz yandırdılar içini. Dırnağımı çıxartmağı, barmağımı qırmaqları immенно musiqiçi olduğum üçün elədilər. Əlimi də tam yandırıb qutarandan sonra əllərim belə qaldı. Yağ süzülür əlimdən, qanlı yağ süzülür beləcənə. Dedilər, görüm, indi çala bilərsənmi Qarabağ şikəstəsin? Bizimdir mahnısı vardı o vaxtda, toylarda həm modda olan mahnılar. Çala bilərsənmi ki, Qarabağ bizimdir? Dırnağımı çıxardanda getmişdi huşum. 3 dəfə kəlpətin saldılar bu dırnağıma. Onda bir vaxt huşum özümə gələndə gördüm, bütün bədənin ağrısı yaddan çıxıb. Dişlərimi kəlpətinlə belə qırıqlar yaddan çıxıb. Qabırğalarım qırıq, ayaqlarım qırıq, yaddan çıxıb hər şey. Bircə dənə əlimin ağrısıdır. Elə bil bədəndə ağrı yoxdur, bircə dənə əlimin ağrısıdır. O da qar içəri vurur. Betonun üstü, yuxarıdan pəncərə açıq, hamı donur da, elə siz insan nəzərə titrəyir. İnsan elə bir vəziyyətdə titrəyir ki, 3-4 nəfər həmin adamı saxlaya bilməz. O titrətməni saxlaya bilməz. Bədənim ətərəsir, amma yenə də soyuq yer axtarıram ki, əlimi o soyuq yerə tutun da, yanmış. Axırı Ataplenin qarmoşka kimi turbaları vardı, köhnə. Əlimi bir təhər çatdırdım ona, tutdum. Tutdum, əlim biraz sakitlədi, o da içi buzdur, duz donubdur. Elə Şuşa gedərəm, əsə-əsə. Ermənilər bir vaxt gəlib məni oradan çıxartmaq istəyəndə, bax, mənə deyirlər, gəl, dura bilmirəm onsuz da, əlimi qoparda bilmirəm, əlim yapışıb ora. Tutdular ayaqlarımdan, dartdılar, əlimin əti qalmışdı bütün o turbanın üstündə. Oradan bir də çıxartdılar, başladılar yenə döyməyə, əlim qanadı, təmiz oraları bir də qan götürdü. Getdilər, əlim belə bükdülər, bir ağ plastinanı cırdılar, əlimi bükdülər ki, qan oralara dağılmasın. Məni getdilər, Ağdamda Xanabat kəndi vardı. Ağdamla Əskərənin arasında. Ora saldılar məni birdən podval kimi yerə, fin evlərinin altında və yanında. Onlar bir podval kimi yerə saldılar, onların post yeri olmuşdu. Bir təpənin içindən divar hörmüşdülər, üstündə torpaqlayıb, elə eləmişlər ki, ora gələn bilmir ki, buradan içəridə pomisheniya da bura. Mənim hesablamalarımla martın 6-sı günü Ağdamdan Allah verdi Bağırovun, Ala Yaquf deyirlər, Qatır Məmmədəm. Onların dəstəsi hücum eləyər Əskərənə. Bunlar hücum eləyəndə mən atışmanın səsini eşidirəm. Ermənilər gəldi, girdi ora. Mən orada saxlayan ermənilər gəldi, girdi ora. Onlar istədilər məni gülləyinə atalar. Biri, mən belə başa düşdüm ki, o deyir, atma, yaxındadılar. Azərbaycanlılar yaxındadır, güllənin səsini eşidəcəklər. Onlar nəyə görəsə, yəni məni orada istəsəydilər, bıçaqla da öldürərdilər də, nəsə. Amma avtomatın prikladı ilə, ucu ilə vurdular, məni o pis günə saldılar orada. Şum getdi, o vəziyyətə düşdüm. Bunlar çıxdılar, getdilər, qapını bağladılar. Qapının da qabağını ağaçdad qoyurlar, qırıq ağaçdad qoyurlar ki, hiss olunmasın orada nəsə var da. Bizimkilərin açıq səsini eşidirəm. Hər tərəfdən hücuma keçiblər. Yandırırlar, fin evləri yanır. O dəmir qapıdır, o aralardan mən alovu hiss eləyirəm. Görürəm, amma gücüm çatmır. Nə ayağa duram, nə də üzr istəyirəm.
qan laxtası tüpürmək istəmişəm, gəlib saqqal da belə tutub ağzımı, donub ağzımda. Taqət yox, danışa bilmirəm, xəbər verə bilmirəm ki, mən buradayam. Gəldilər, keçdilər, bir sutkadan da sonra geri qayıtdılar. Mən demək olar ki, 6 gün orada çox pis vəziyyətdə qaldım. Martın 12-sinə qədər qalmışam orada. Martın 12-sində gəldilər, girdilər içəri, şoka düşdülər ki, mən sağam. Mənə deyirlər, sən nə möhkəm insansan, ölmürsən. Götdülər oradan, məni sürütüyə apardılar. Biri əyağımdan, biri də buradan beləcənə tutub, məni bir dağdan tulladılar. Yomulana gəldim, düşdüm. Heyləs səndən çox hündür dağ deyil də, belə dağdır. Onlar bir 50-60 metr zətdə belə. Gəldim, düşdüm onun əyağına, oradan da bir arx gedir, su. Düşdüm suyun içinə. Mən o suyun içindən çıxa bilmirdim, balaca arxda. Neçə saat orada çətinlik çəkdim, elədim, çıxdım o sudan. Gecəni qaldım orada. Elə bilər ölmüşəm. Səhər onlar bir də gəlib oradan, baxanda görürlər ki, tərpənirəm. Gün də çıxıb, elə qəşək gün çıxıb həmin vaxtı. Gün məni isitdi biraz. Oradan gəldilər, məni götürdülər. Dedilər, sən ölmürsən, sənin canın it canıdır. Niyə ölmürsən, bir belə sənə işgəncə veririk, nə edirik? Gətdilər məni əskərənə, təzdən həmin KPZ-yə gətdilər. İçəri gələndə gördüm, 2 nəfər Azərbaycanlı var. Biri Məhəmməd dayı, biri Ələmdar dayı. Biri rəhmətli Sadətin əmisi idi, o birisi də qapı bir qonşumuz olub. Onlar məni tanımadı, heç biri. Deyirəm ki, ağzımın sadı təmizləmişəm belə, ilə qan gedir, amma 2 nəfəs alım heç olmasa da. Deyirəm, çox çətinliklə deyirəm, valihəm də, valih sahib kişinin oğlu valihdir. Yox, sən valih deyilsən. Bütün ağız göz əyilib də hamısı. Axır ki, məni tanıdılar, Məhəmməd dayını çox. İkisini də möhkəm döymüşdülər, ikisini də. Bir söz elə çörək verirdilər ki, onu üzləndirək, ən ac itə atsan o da yiyə bilməzdir. Çörək, xırda qırıntı çörəklər verirlər, o da don halında. Onun da ki, yəni mən heç vaxt onu götürüb yemədim. Dəmir qapı idi, yalayırdıq sudan yerə, suya görə. Divarda yeməyimiz idi bizim. Erməni həmişə bir söz deyib, hayes torkes. Türksən yoxsa erməni, türksən. Azərbaycanlı yox ha. Türksən yoxsa erməni. Ermənilər vəhşiləşmişdilər. Təmiz əvvəlki dövrlərdə kimi onlar vəhşiləşmişdi. Onlar elə bilirdi ki, qarşısındakı insan deyil, hansısa bir vəhşidir. Onu ancaq belə döymək lazımdır. Onlar amma mənim dırnağımı çıxardanda biri bu qolumu tutmuşdu buradan, biri ortamı tutmuşdu, biri bu qolumu tutub belə qan qırmışdı. Düz getdilər pəncərənin ağzına. Pəncərənin ağzına erməni arvadlarını düzüblər, onlar durub baxır. Onlar o ermənilərin gözünün qabağında dırnağımı çıxardanda onlardan bir ağlaşma gəldi. Həmin o erməni əskərənin qadınları idi. Onlar bir ağlaşma ağladı orada. Hətta gördüm ki, ürəyi pis olub, aralaşmaq istəyən var, qaçan. Amma onlar da silah gücünə məcbur edirlər ki, baxın. Bir gün elə möhkəm titrəyirəm. Uzadıblar polun üstündə. Əlimi götürüb sinəmin üstünə qoymağa taqətim yoxdur. Həm aclıq, həm susuzluq, həm də ki, döyülmək. Gecə mən ayıq yatanım. Bir gördüm, tıppıltı gəldi, təkəm kamerada. Tıppıltı gəldi, 2 dənə tıppıltı gəldi. Gözümü aça bilmədim. Gördüm ki, biləklərimdən tutdular, bir də buradan. Amma qapı açılmadı da, fakt. Dəmir qapı da açılanda
şaqqıltısı götürür oraları. Tutublar, sıxırlar, amma elə sıxırlar ki, ağrımır. Yaralar ağrımır. Bir də tutdu, sıxdı, biraz, 2 dəqiqə, 1 dəqiqə, nə bilim, yadımdan çıxır. Bir də tık, 2 addımını eşitdim, gözümü açdım. Qapı açılmadı, yoxa çıxdı bu. Titrətməm kəsdi. Hətta əlimi belə qaldırdım, sinəmin üstünə qoydum belə. İstər-istəməz adam isti qandır da, özünü istidə bilirsən az da olsa. Getdi, yuxuya keçdim. Elə yuxuya keçmişdim, birinci ayaq tıpıltısına oyandım. İkinci tıpda gözümü açdım. Gördüm ki, qabağımda bax o Yusuf Peyğəmbərin kinosundakı Yusufun atası kimi, bəlkə də baxmısınız o kinoya. Bax, elə bir insan dayanıb, ağ saqqallı belə tumarlayır, düz qabağımda dayanıb. Elə bəlkə də üstümdə də durubdur, dizlərimin üstündə durub, amma ağırlıq salmır. Gözümün içinə baxır. Baxdı, danışmağa başladı. Dedi ki, qorxma, darıxma, səni 2 günə göndərəcəm, gedəsən. Anan gözləyir. Dedi, belə baxdı gözümün içinə, yuxuya getdim. Bədənimin əsməsi, titrəməsi, bədənimə istilik gəlib, yaralar ağrımır. Əlimi qaldırdım, belə elədi, boynumun arxasına tərəf, özümü düzəltdim. Bu getdi, tıqqıltını eşitdim, yuxuya keçdim. O betonun üstündə bədənim istidir. Yuxuya keçdim, yuxuda gördüm bunu. Gördüm ki, mən hündür bir yerdən durub baxıram bir məscidin həyətinə, o da dəstəmaz alır. Dəstəmaz aldı, namaza girir. Başını çöndərdi mənə, belə bizimə baxdı, dedi ki, yat. Gedirəm sənə dua eləyəm, yat. Sənə dedim axı, sən gedəsən. O girdi içəri, mən yenə yuxuya keçdim. Səhər gəldilər. Beləcənə dəmir qapı açıldı şaqqıltı ilə, açılmamışdan qabaq gördüm nə qədər ayaq tıpıltıları gəldi. Çünki kameralarda 3 nəfərik. 2 o kişilər, onlar ayrı kamerada, bir də mən. Amma burada hardasa bir 15-20 ayaq tıpıltısından gedir söhbət. Qapı açıldı, içəri gördüm, girdilər. Yəni bunlar sıravi əskər deyil. Bunlar kimdirsə liderlərdir ermənilərin. Birinin əlində bir şəkil belə tutub. Mənə baxdı. Sənin adın Valihdir, Azərbaycandır. Dedim, hə. Kitara salansan sən? Dedim, hə. Bu şəkil səninkidirmi? Orta məktəbdə əlimdə avtomat belə bir dənə şəkilim vardı. Avtomat dik tutmuşam, o şəkili hardansa tapıblar. Dedim, hə. Çıxdılar, getdilər, heç nə demədilər. Mənim ağlıma heç nə gəlmir. Axşam tərəfi idi, 3 dənə erməni gəldi, məni orada saxlayanlar. Dedilər ki, səni öldürürük. Həmişə mən yalvarırdım ki, məni öldürün, canım qutarsın. Mənim erməniyə yalvarmağım yeganə bu olur ki, məni öldürün. Qutarsın da canım bu işgəncədən. Gəlirlər, taxtanı götürürlər, yarıya belə vururlar. Araldan belə vursalar, bir o qədər incitməzlər. Belə vururlar, yaranı sürtürürlər, yara. Tilişkəli taxtalar, adam ölür. Çıxartdılar, biri dedi ki, ikimiz atacağıq səni. Birimiz alnından, birimiz ürəyindən. Bir 2 metr aralıdan məni nişan aldılar. Təsəvvür edin, hər dəqiqə dilim açılmır danışam, hər dəqiqə danışa bilmirəm, görə bilmirəm də. Dedim ki, bir dəqiqə dayanın, sizə bir söz deyim. Dedilər, buyur, denə gör nə deyirsən? Tez elə biraz. Dedim, bugün ayın neçəsidir? O ondan soruşdu, ondan dedilər, ayın 21-i, martın 21-i. Dedim, 22-si mənim ad günümdür. Yalan deyirəm, mən avqust ayın 29-da olmuşam, sentyabrın 1-nə yazılıb metrika. Dedim ki, bəs martın 22-si axşam saat 6-da mənim ad günümdür. Axşam saat 6-da. Təsəvvür edin, heç ağlıma da gəlməyən bir şeydir ki, saatı da deyəm.
Dedi, nədir, istəyirsən 6-ya qədər yaşayasan? Dedim, hə. Dedi, amma bir şərtimiz var. Səni səhər, axşam saat 6-da aparıb tikə-tikə doğruya doğru öldürəcəyik. Dedim, mən olar, razılaşdım. Pasportum əllərində idi, gedib baxmadılar ki, mən düz deyirəm, yoxsa yalan deyirəm. Ki, martın 6-sıdır, yoxsa yox. Martın 22-sidir ad günüm, yoxsa yox. Özdə düşür bayram gününə də, həmin günü Novruz bayramı günüdür. Axşam saat 4-5, nə bilim, bu vaxtlar olar. Yenə həminki tıppıltıları eşitdim, girdilər içəri, məni tutdular, çıxartdılar çölə. Orada başladılar, mənim sir sifətimi təmizlədilər, həkim gətirdilər. Sir sifətimi qanını təmizlədilər, elədilər. Əynimə bir dənə hərbi paltar geyindirdilər, ayağıma bir ayaqqabı geyindirdilər. Çıxartdılar məni. Dedim, hara aparırsınız məni? Dedilər, öldürməyə. Bir dənə Qaz 69 Oazının qabaq qapısını açdılar. Oturdular məni orada. Oturanda gördüm ki, arxada bir nəfər var. Söndüm ki, bir əlində qranat zad tutub, bir əlində avtomat tutub. Mənə dedi ki, vali sənsən. Bu deyəndə təmiz Azərbaycan ləhcəsini eşidəndə pis oldum istər-istəməz. Nə qədər vaxtda eşitmirəm bunu. Dedim ki, hə. Mən yenə də inanmıram ki, mən gətirirlər də. Getdilər ağlamla əsgərlərin arasında onların dəyişmək yeri vardı. Orada rəhmətli Allahverdi çıxdı, məni görəndə cumdu ermənilərin üstünə. Alçaqlar, şərəfsizlər, uğraşlar dedi, niyə bu günə salırsınız mənim adamlarımı? Sizə dedi, indi 3 nəfər verəcəm, məni 3 nəfərlə dəyişdilər. 3 nəfər verəcəm, görün onlar nətərdir. 3 dənə qadın. Gəldilər, Allahverdinin əlindən öpdülər ki, bizə elə baxıbdı, yeməyimizi, yatmağımızı, hər şeyimiz yaxşı olubdu, bizə baxıbdı. Onlar, Allahverdi, görürsünüz, biz belə saxlayırıq, siz necə saxlayırsınız. Həyatımda əsirlikdən çıxandan sonra da çox acınacaqlı günlərim oldu. Xəstəxana şəraiti, orada tək qalmaq, heç kəsi qoymurdum yanıma. Gecəm, gündüzüm, bir müddət şokdaydım, özümə gələ bilmirdim. Ən pis şey odur ki, sevdiyin bir insan sənin qucağında can verir, heç nə eləyə bilmirsən. Hətta öz başını qaldıra bilmirsən ki, bunu heç olmasa bir metr qabağa sürütdüyüm. Ən pisi iş odur. Səadət Heylə öldü, mənim ailəmin üzvlərindən biri. Mən o vaxtın yaralarını daşıram hələ bədənimdə. Mən çıxıb gəlsəydim, o yaralar məndə olmayacaqdı. Çıxıb gəlsəm, bugün 51 yaşım var, baxan 60 yaş verir. Bədənim yarımcandır. Amma mən onunla razılaşıram. O mənim yeganə təsəllim odur ki, mən oradan onu qoyub getmədim əsərə. İndi mən Qaçqınkomun nəzdində Goranboy Mənzil Kommunal İstismar İdarəsində mühəndis vəzifəsində işləyirəm. Bir də həm də sənətim var. Sənətimə düşəndə toylara gedirəm. Ev veriblər Goranboyda. Sağ olsun prezidentimiz. Mehriban xanımın sözünə çıxı, ailə həyatı qurmaq heç mənim ağlıma da gəlmirdi. Hətta rəhmətliyin anası, atası qarışdı. Evimizdən dirəndilər. Çünki mən uçurumdaydım. İşləyirdim Bərdədə. Bankda mən o vaxtı işləyirdim, xəzinədar Xocalıda olanda. Tək qalırdım, özümə qapanırdım, ictimaiyyət içinə çıxmırdım. Banka gedib bir də uzanıb evdə. Hətta küçədə mənə bir adam bir söz deyəndə aqressivləşirdim. Anam gildə gördü ki, mən uçurumdayam. Dirəndilər. Mən də dedim, gedin, siz könlünüz kim istəyir? Mən heç kəsi görsədə bilmərəm ki, gedin bunu alın. Gedin, kim istəyirsiniz, alın. Onlar da qonşuluğumuzdan gedib seçmişdilər. İndi hal-hazırda 3 qız övladım var. Hətta mənim yoldaşım mənlə bərabər gedir qəbir üstə. Səadəti gətirib dəfn eləmişik. Mənim atam gil gətirib, atam tapıb. Onun meydini gətirib dəfn eləyibdi. Mənlə gedir qəbir üstünə, Səadətin qəbrinə də qulluq eləyir.
Yəni bu da mənim üçün bir təsəllidir.